Xanım bizim yanımıza Instagram səhifəmizdən görüb bizi gəlib və deyir, Nəriman usta, sizin saç rəngləri biz görürəm. Yəni möhtəşəm. İstəyirəm ki, mən də ağlarım çoxdur, ağlarıma uyğun bir rəng eləyək. Çünki getmişəm bir salona ki, saçlarımı açıq rəng eləyim, götürüblər, asfilin eləyiblər, üzərində qoyublar rıj rəng. Deyir, təsəvvür et ki, salonda bir əməlli başda qırğın elədim, çıxdım da. Yəni demişəm ağlarıma uyğun rəng eləyin, götürüb rıj eləyiblər, qoyublar saçımı bir tərəfə. Və biz xanımın saçlarını nə elədik? Bax, oruculuğu yığışdırdıq, gözəl bir kare kəsim elədik, ağlarına uyğun bir rəng elədik. Xanımın dağları çıxanda demək olar ki, 2 aydan bir, 3 aydan bir, yəni kraska qoya bilər. Amma da oruc rənglə heç vaxt o ağları itirmək olmur. Yəni onu qoyan o usta bir demək lazım ki, ay usta, sənə demişəm ağlarıma uyğun rəng elə. Mənim saçımın dibindən bəyəm rıj rəng çıxır ki, sən mənə rıj kraska qoymusan.